Nəsildə hamı sevinirdi ki, artıq bizim nəsildən də kosmonavt çıxacaq. Təbii ki, oyunda iki tərəfdən biri kimsə uduzmalıdır da. Bəxtim gətirdi. Yaxşı vaxtda, yaxşı yerdə oldum. Universitet vaxtı elə bir ay oldu ki, misal üçün bir ayda 20 min manat yəni ki, pul qazandım. Keçmiş günlərdə baş vermiş istənilən hadisə gələcək yaxşı hadisənin təməlini qurmuş oldu. Dostum var idi, hal-hazırda da hərbiçidir. Mingəçevirdə biz bir yerdə yəni ki, idmana gedirdik, hərbi oyunlar var, yəni onlarda iştirak edirdik. Hərbini o qədər sevdik ki, biz gələcəyin generalları olmağa qarşımıza məqsəd qoyduq və bu səbəbdən də hərbi liseyə daxil olduq. Belə bir xəbər yayıldı ki, ABŞ-da ilk olaraq hərbi sahə üzrə bakalavr dərəcəsini almağa kursantlar göndəriləcəkdir. Ora qəbul olmaq üçün 24 saatın, yəni 22 saatını oyaq qalmalı olurdum. Yəni cəmi Kustkada 2 saat yatırdım. Bu təxminən 5-6 ay hazırlaşdım. 2600 nəfər idi səhv eləmirəmsə həmin dövrdə biz liseydə oxuyan və onların da içərisində 2 nəfər qəbul olduq. Mən qəbul oldum Air Force Academy və orada Aerospace Sciences fakültəsi var idi. Nəsildə hamı sevinirdi ki, artıq bizim nəsildən də yəni kosmonavt çıxacaq. General bildirdi ki, yəni nə olsun ki, qəbul olunursan, yəni bu il getmirsiniz, gələn olacaq. Siz olmayacaqsınız, başqaları olacaq. Yəni çox rahatçılıqla da, yəni belə insanı belə-beləlik də əşya kimi əvəzləmək tərzində davrandı. Dedim, onda mən çıxıram hərbidən. Komandirimi acıladı. Hətta orada bir ulu ifadədə yadımdadır ki, bu tərbiyəsiz kursantı niyə gətirmisən mənim yanıma? Yəni haqqımı tələb etdiyimə görə tərbiyəsiz hesab edildim həmin vaxtda. Qərara gəldim ki, İqtisad Universitetinə qəbul olum. İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirdikdən sonra hətta orada təhsil alan müddətdə turizm fəaliyyətinə məşğul olurdum. Bir gün oturmuşduq, yəni qrup yoldaşlarımızdan bəziləri, yəni İsmailliyə, ümumiyyətlə də rayona gedib istirahət etmək barədə müzakirə. Yəni bir neçə gündür artıq bu müzakirələr gedir, amma ortalıqda bir şey yoxdur da bir qərara gələ bilmirlər. Və gəldim, dedim ki, mən sizin üçün bu işi təşkil eləyərəm. Qiyməti 15 manatdan adam başı yığın verin mənə. Qrup yoldaşlarımdan sonra patok yoldaşlarım, digər universitetlər, yəni artıq o yerə gəldi ki, biz mühazirə vaxtı bir dərsdə qapı 4 dəfə məndən ötürü döyülürdü. Ki, bəs Kərəmova olar. Mən də yaxınlaşırdım. Bəs pulunu biz yığmışıq, bizim qrupu da apara bilərsən. Artıq yəni 4-cü dəfə qapı döyüləndə müəllim soruşdu ki, bu nədir? Səni hamı çağırır, pul verir falan. Nə işlə məşğulsan sən? Dedim ki, bəs belə-belə də. Bizim müəllimləri də apara bilərsən. Universitet vaxtı elə bir ay oldu ki, misal üçün bir ayda 20 min manat yəni ki, pul qazandım. Bir həftədə misal üçün 8-9 avtobus hərəsində 45 nəfərlik. İkisi Qubaya göndərirdim, ikisi Qəbələyə falan. Yəni bunun koordinasiyasını düzüb. Bu da ki, təbii ki, bütün bu işlərin idarə edilməsinə görə mən hərbiyə borcluyam. Rəqib yox idi deyə, bəlkə də ona görə bəxtim gətirdi. Yaxşı vaxtda, yaxşı yerdə oldum. Pandemiyadan sonra kifayət qədər əslində turizmdən küsmüşdüm. Qərara gəldim ki, kənd təsərrüfatı fəaliyyətinə məşğul olum və 29 min dollarlıq təxminən xaricdən tinkləri, yəni Blueberry-nin tinklərini sifariş elədim. Xəbər yayıldı ki, bəs müharibə başlayıb. Xaricdəki partnyor'a yazdım ki, bizdə müharibə başlayıb və təbii ki, müharibə vaxtı komendant rejimi olur falan, sərhədlər bağlana bilər, mənim malım gəlib sərhəddə qala bilər. Onlar ziyana düşdü buna görə, təəssüflər olsun, amma təbii ki,
oyunda iki tərəfdən biri kimsə uduzmalıdır da. O 29.000 dolları da mən götürdüm, təzədən Qalacıqdakı torpağımı böyütdüm. Dostuma dedim ki, bəs belə bir layihə var. Bu layihəyə yatırım elə, 2 kotecdən başlayaq. Biz yekunlaşdırdıq, 2 dənə koteci yerləşdirdik. Mənə xaricdən zəng gəldi, Qətərdən. Detalları soruşdu, bütün şərtləri soruşdu, əməkdaşlıq şərtlərini. Və artıq birdən-birə dedi ki, bağışlayın, sizin familiyanız Kərəmov deyil ki, dedim ki, bəli. Kərəmov mən tanımadımmı filan belə. Zəng gələndə dostum olduğunu bilmirdim. Daha doğrusu yəni bir yerdə hərbidə oxuduğumuz yəni yoldaş olduğunu bilmirdim. Dedim mən 2 aydan sonra gələcəm. Yəni yaxşı ki, bu layihədə sən varsan, tanıdığım insandır. Mən yatırım eləyəcəm. İkinci dostum tərəfindən yatırımdan sonra artıq bizim 4 kotecimiz oldu. Və bundan sonra artıq investorlar özləri zəng eləməyə başladı və bugünkü gündə 17 kotecimiz var. İstənilən bir sahəyə girməmişdən öncə onu araşdırmaq, yaxşı dərinli araşdırmaq lazımdır. İstənilən motivasiya bir gün çökməyə, sönməyə doğru gedə bilər. O motivasiyanı sönən vaxtlarında sadəcə olaraq sizin o məqsədə çatdıran vasitə nizam-intizamdır təbii ki. Beləliklə də heç vaxt yəni təslim olmayın. Keçmiş günlərdə baş vermiş istənilən hadisə gələcək yaxşı hadisənin təməlini qurmuş olur.